22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət şöbəsinin müdürü Hikmət Hacıyevin Türkiyənin Haber Global televiziya kanalına verdiyi açıqlama təkcə gündəlik siyasi bəyanat deyil. Bu çıxış əslində Azərbaycanın Ermənistanla sülh gündəliyinə dair dəyişməyən strateji xəttini, regional təhlükəsizlik arxitekturasına baxışını və Bakı-Ankara müttəfiqliyinin mahiyyətini özündə ehtiva edən mühüm siyasi manifestdir. Hacıyevin səsləndirdiyi əsas tezis aydındır. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qaldığı müddətdə hüquqi baxımdan tam və davamlı sülhdən danışmaq mümkün deyil. Bu, son dövrlərdə Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda səsləndirdiyi mövqeyinin növbəti dəfə daha konkret formada ifadəsidir. Bəs sülhün qarşısındakı əsas hüquqi maneə nədir? Son illərdə Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin mətninin böyük hissəsi artıq razılaşdırılıb. Lakin problem sənədin mətnində deyil, onun gələcəkdə hüquqi etibarlılığındadır. Bunun əsas səbəbi sadədir. Əgər Ermənistan konstitusiyasında və ona istinad edən hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları qalırsa, sabah hakimiyyət dəyişikliyi zamanı həmin müddəalara əsaslanaraq yeni iddiaların irəli sürülməsi mümkündür. Məhz buna görə rəsmi Bakı hesab edir ki, sülh yalnız siyasi bəyanatlarla deyil, hüquqi ziddiyyətlərin aradan qaldırılması ilə mümkündür. Hikmət Hacıyevin açıqlaması bu baxımdan mühüm mesaj verir. Azərbaycan yeni güzəştlər tələb etmir. Sadəcə Ermənistanın öz konstitusiyasını beynəlxalq hüququn prinsiplərinə uyğunlaşdırmasını istəyir. Bu isə istənilən dövlətlərarası sülh prosesində tamamilə məntiqi və beynəlxalq praktikaya uyğun yanaşmadır. Ermənistan daxilində yeni konstitusiya prosesi niyə vacibdir? Hacıyevin açıqlamasında diqqət çəkən digər mühüm məqam Ermənistanda yeni konstitusiya hazırlanması ilə bağlı daxil olan siqnallardır. Bu ifadə təsadüfi deyil. Son aylarda Ermənistan rəhbərliyi dəfələrlə konstitusiya islahatlarının zəruriliyindən danışıb. Bunun bir neçə səbəbi var. Birincisi, ölkə daxilində yeni siyasi reallıqlara uyğun hüquqi bazə formalaşdırmaq istəyi. İkincisi isə beynəlxalq münasibətlərdə, xüsusilə Azərbaycanla münasibətlərdə mövcud hüquqi ziddiyyətləri aradan qaldırmaq zərurəti. Əgər bu proses başa çatarsa və konstitusiyadan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarlarsa, onda Bakı üçün əsas prinsipial maneə aradan qalxmış olacaq. Bu baxımdan Hikmət Hacıyevin ondan sonra sülh müqaviləsinin imzalanmasında problem görmürük fikri həm də diplomatik yol xəritəsinin açıq şəkildə təqdimatıdır. Faktiki sülh artıq mövcuddur. Hikmət Hacıyev belə deyib. Bu, prezident köməkçisinin digər mühüm fikridir ki, regionda artıq faktiki dinc vəziyyət mövcuddur. Bu ifadənin arxasında mühüm geosiyasi reallıq dayanır. 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra bölgədə geniş miqyaslı hərbi əməliyyatlar dayanıb. Sərhəddə əvvəlki illərlə müqayisədə gərginlik əhəmiyyətli dərəcədə azalıb. Kommunikasiya layihələri müzakirə olunur. Sərhədlərin delimitasiyası istiqamətində müəyyən addımlar atılır. Bütün bunlar göstərir ki, münaqişə mərhələsi faktiki olaraq geridə qalıb. İndi əsas məsələ bu reallığın hüquqi sənədlərlə möhkəmləndirilməsidir. Başqa sözlə, Azərbaycan hesab edir ki, müharibə artıq bitib. İndi isə sülhün hüquqi əsasları tamamlanmalıdır. Türkiyə-Azərbaycan tandemi dəyişməyən strateji xətt. Hikmət Hacıyevin ən çox diqqət çəkən fikirlərindən biri də bu oldu. Türkiyə masada olmayanda Azərbaycan var. Azərbaycan masada olmayanda isə Türkiyə var. Bu cümlə artıq diplomatik ifadədən daha çox regional təhlükəsizlik formuluna çevrilib. Son illər Bakı ilə Ankara arasında münasibətlər klassik strateji tərəfdaşlıq çərçivəsini çoxdan aşaraq vahid geosiyasi koordinasiya modelinə çevrilib. Şuşa bəyannaməsi bu münasibətləri hüquqi müttəfiqlik səviyyəsinə yüksəltdi. Bugün enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə sənayesi, hərbi əməkdaşlıq, diplomatik koordinasiya və beynəlxalq təşkilatlarla qarşılıqlı dəstək iki ölkənin siyasətinin ayrılmaz hissəsidir. Hacı
Hacıyevin ölkələrimizin maraqlarına zidd atılan hər bir addıma birlikdə cavab veririk fikri də məhz bu yeni təhlükəsizlik modelini ifadə edir. Bu mesaj təkcə Ermənistana deyil, regionda və regiondan kənarda Azərbaycan-Türkiyə strateji ittifaqının nəzərə almadan geosiyasi planlar quran bütün aktorlara ünvanlanmış xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Bəs Bakı diplomatiyası niyə tələsmir? Bəzi beynəlxalq dairələr tez-tez niyə sülh müqaviləsi dərhal imzalanmır sualını səsləndirirlər. Azərbaycanın cavabı isə dəyişmir. Bakı formal sənədə deyil, uzunmüddətli və dayanaqlı sülhə üstünlük verir. Əgər sabah konstitusiyada ərazi iddiaları qalacaqsa, bu zaman imzalanacaq sənəd gələcək böhranların əsasını qoya bilər. Ona görə də Azərbaycan əvvəlcə hüquqi ziddiyyətlərin aradan qaldırılmasını, daha sonra yekun sülh müqaviləsinin imzalanmasını istəyir. Bu emosional deyil, strateji yanaşmadır. Bugün Cənubi Qafqaz tarixi dönüş nöqtəsindədir. Əgər Ermənistan konstitusiyasında dəyişiklik edərsə, region ilk dəfə olaraq uzunmüddətli sabitlik üçün real hüquqi baza əldə edə bilər. Bu isə Zəngəzur dəhlizi də daxil olmaqla yeni kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın sürətlənməsi, xarici investisiyaların artması və bütövlükdə Cənubi Qafqazın rəqabət deyil, əməkdaşlıq məkanına çevrilməsi üçün yeni imkanlar yaradacaq. Hikmət Hacıyevin açıqlaması göstərir ki, Azərbaycan sülhə hazırdır, lakin bu sülhün möhkəm hüquqi təməl üzərində qurulmasını istəyir. Bakı üçün əsas prinsip dəyişməz qalır. Ərazi bütövlüyü və suverenliyə qarşı hər hansı hüquqi iddianın mövcud olduğu şəraitdə tam sülh mümkün deyil. Bu səbəbdən Ermənistanın qarşısında duran əsas seçim təkcə yeni konstitusiya qəbul etmək deyil. Əsas məsələ keçmiş münaqişə məntiqindən imtina edərək regionun yeni geosiyasi reallığını hüquqi müstəvidə qəbul etməkdir. Məhz bundan sonra Cənubi Qafqazda uzun müddət gözlənilən sülh müqaviləsi artıq imzalanmış sənədi deyil, həm də davamlı sabitliyin təminatı ola bilər. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.